Müraciət eləmişik, heç bizi adam yerinə sayan da yoxdur burada. İşte elə bil Azərbaycan vətəndaşı deyil. Şirvan şəhəri Şəhid Mahir Mirzəyev küçəsinin bir qrup sakini Kanal 21-ə müraciət edərək yaşadıkları ərazinin acınacaqlı vəziyyətdə olduğunu bildiriblər. Sakinlərin sözlərinə görə küçə uzun müddətdir ki, baxımsız vəziyyətdədir. Yolun bərbad olması səbəbindən uşaqlar məktəbə getməkdə ciddi çətinlik çəkirlər. Vətəndaşlar bildirirlər ki, kanalizasiya sistemi demək olar ki, işləmir və bu da xüsusilə yağışlı havalarda vəziyyəti daha da ağırlaşdırır. Şəhərin mərkəzinə yaxın yaşayış üçün vacib əhəmiyyət daşıyan bu küçənin yolu həm dar, həm də yararsızdır. Vətəndaşlar bildirirlər ki, dəfələrlə bələdiyyəyə və aidiyyəti qurumlara yolun çəkilməsi və küçənin abadlaşdırılması ilə bağlı müraciət ediblər. Lakin indiyədək bu müraciətlərə baxılmayaraq əraziyə gəlib köməklik göstərən olmayıb. Şirvan şəhəri Şəhid Mahir Mirzəyev küçəsinin sakinləri aidiyyəti qurumlardan problemin tez bir zamanda həllini, yolun çəkilməsini və kanalizasiya sisteminin bərpa olunmasını xahiş edirlər. Ətraflı onların öz dilindən dinləyək. Mən Əliyev Nazar, Mahir Mirzəyev küçəsində yaşayıram. Bizim yol çox bərbad gündədir. Keçmək mümkün deyil. Uşaqları sapokla, zadla belimizdə keçiririk küçədən. Xahiş olunur ki, bizim bu yola baxılasın. Neçə dəfə müraciət eləmişik. Bələdiyyəyə gətirmişik, baxıblar özləri də. Deyiblər, əlac eləyəcək, eləməyiblər. Dəfələrlə olunubdur bu. Heç kim də baxmır. Heç kim də demək olar ki, buradakı yaşayan adamları sayan yoxdur. Adam yerinə saymırlar. Ben Səlimov Sahil, Şirvan şəhər Mahir Mirzəyev küçəsi sakini. Yolla bağlı əlaqədar təşkilatlara müraciət edirik ki, xahiş edirik bizim yollara bir əncam çəksinlər. Yəni yol bərbaddır, uşaqlar məktəbə gedib gələ bilmir. Kanalizasiya yox. Xahiş edirik, yəni əncam çəksinlər də kanalizasiya ilə bağlı. Yaşadığımız yer buradır, bax. Bu gündə yaşayırıq. Yolumuz yox, yol yaman gündədir. Küçə dar, maşınlar keçə bilmir. Məktəbə gedib gələ bilmir. Uşağı məktəbə apara bilmir. Palçıq, yağış yağanda bax bir şey getmək mümkün deyil. Uşaqlar hamısı evdə. Adı güya şəhərdir. Şəhərdən bir əsarə əlamət yoxdur burada demək olar ki. Müraciət eləmişik, heç bizi adam yerinə sayan da yoxdur burada. İşte elə bil Azərbaycan vətəndaşı deyilik. Qeyri bir xalqıq, nə bilim, nətər deyil, nətər başa salım. Neçə dəfə çağırtdırmışıq, gəlib özləri baxıb. Deyiblər ki, gəlib düzəldəcək, üstündən 2-3 il keçib, heç baxan da yoxdur. Müraciət edirik, bizi sayan yoxdur. Xahiş edirik ki, bizim yola baxsınlar. Prezidentimizə müraciət edirəm. Bizim bu Şirvan şəhərin nümayəndələri bizi adam yerinə saymır. Xahiş olunur ki, bizim bu yola biraz asfalt çəksinlər, ya bir şey eləsinlər ki, uşaqlarımız heç olmasa məktəbə gedə bilsin. Neçə dəfələrlə bu küçədə uşaqlar yıxılır, məktəbə gedə bilmir. Hasanlıqda bu vəziyyətdə yaşayacaq biz. Heç bir aidiyyəti qurumlar, bəylərdən bizim bu halımıza çarə qıymırlar. Qalmış çox pis vəziyyətdə. Xanoğlan İsayev. Mən burada çoxdan da yaşayıram. Xahiş edirəm bizim bu küçəyə bir baxın, əlac eləyin, görün nə gündədir. Nə küçəmiz var, nə kanalizasiyamız var, nə suyumuz var. Pis vəziyyətdə yaşayırıq. Uşaqlarımız məktəbə gedib gələ bilmir. Neçə dəfələrlə oradan keçəndə sürüşüb yıxılmışam, yaşlı adam kıçımı sındırmışam. Mən bu Şirvan şəhəri Mahir Mirzəyev küçəsində yaşayıram. Və yollarımız çox bərbad gündədir.
Kanalizasiyamız yox. Küçəmiz də bağlıdır, küçəmiz də çox dardır. Maşın girib çıxmaq çətindir biraz. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir. Tədbir görmək və ümid-i qurumlara və Allaha qalır.